Zehniyyəti azdıranda insan həqiqəti də başqa söz görür. Tarixə baxırsan, Əli əleyhissalamsız tarix deyil. Təfsirə baxırsan, Həzrəti Əlisiz təfsir deyil. Haqqla təkdə qalsın, haqqın yanında şəkkə düşmə. Ölüm qədər şübhəyə bənzəyən həqiqət yoxdur. Həzrəti Əli bir bəndə olaraq ən çətin öhdəçiliyi öhdəsinə götürmüşdü. Amma bizdən o qədərini tələb eləmir. Günahın tövbəsini etmək, günahın özündən qaçmaqdan ağırdır. İmam Əli əleyhissalam haqqında söhbətimiz olacaq. Bu ravi ki, bu rəvayəti nəql edib, Allaha böhtan atır. İmam sevir o insanı ki, fədakardır da. Yəni təkcə bu mənim yox. Mən nə etməliyəm? Bu mənim yox. Mən nə etməliyəm? Söz kimi deyil ki, hamı əliyini tərifləyir, mən də tərifləyim. Yox, bunu tədqiq elədikcən, təhqiq elədikcən insan mat-məbhut qalır ki, ilahi, bu necə varlıqdır? İzzətli insanın məhəbbətini Allah qəlblərə səpir və ona qarşı nifrət də olur qəlblərdə. Bismillahirrahmanirrahim. Salam əziz dostlar, izləyicilər, xoş gördük sizi. Sevinclə, şadlıqla bu proqramı gözləyən dostlarımız. Ötən həftə çox maraqlı bir mövzumuz oldu. Mövləl-Müvəhhidin, Əmirəl-Müminin Əli ibn Əbi Talib əleyhissalam barəsində söhbətimiz olmuşdu. Bu günlər bildiyiniz kimi Həzrəti Əli əleyhissalamın mövlud günləridir. İlk öncə yenə də sizi təbrik edirik, bayramınız, mövludunuz mübarək olsun. Təbii ki, bugün də o Həzrət haqqında söhbətimiz olacaq, dəyərli ustadların söhbəti olacaq. O Həzrət, o ilahi şəxsiyyət o qədər əzəmətli bir şəxsiyyətdir ki, bir verilişə və yaxud da 2-5 verilişə də sığmayacaq, amma çalışırıq ki, haqqını əda edək, bir neçə veriliş o Həzrətə həsr edək inşallah. Ustadlarımız yenə də buradadır. Dəyərli ilahiyyatçı alimlər, əzizlərimiz Hacı Ramil Bədəlov, Hacı Mir Cəfər Əyyibov, Axund Azər Sani, xoş gördük sizi, salamlayırıq. Bu həftə də İmam Əli əleyhissalam haqqında söhbətiniz olacaq. Amma maraqlıdır ki, hansı cəhətdən, hansı yöndən başlayasan, hansı cəhətlərini sadalayasan, danışasan, araşdırasan, mənə maraqlıdır və əlbəttə ki, hər cəhətdən danışsa, hər hansı bir cəhətindən danışılsa maraqlıdır hər bir kəsə də düşünürəm. Amma söz sizdədir, buyurun siz başlayın elə Əli əleyhissalamın fəziləti, şəxsiyyəti barəsində. Bismillahirrahmanirrahim. Salamlayıram əziz ustadları, Aleykümselam. həmkarlarınızı, sizi və möhtərəm izləyiciləri. Mən də təbrik edirəm Əli əleyhissalamın bərəkətli doğum günü münasibəti ilə, bu əyyam münasibəti ilə. Əli əleyhissalam insanın düşüncəsində, yəni bir insan təsəvvür edirsən, 63 il ömr eləmiş bir kişi, bu insanın o qədər dolu həyatı var ki, yəni onun həyatının kiçik bir hissəsini hər hansı bir şəxs yaşasa, böyük uğurdur. Kişi doğulanda Kəbədə doğulur, şəhid olanda Küfə məscidində şəhid olur. Allahın evindən Allahın evinə qədər bir seyr eləyib bu dünyada. Elm meydanına baxırsan, bir nömrədir. Təqva meydanına baxırsan, bir nömrədir. Bu baxırsan elə-belə baxış deyil, ha. Biz burada cəmaat arasında yayılan sözlərdən danışmırıq. Tədqiqatçıların, alimlərin sözlərindən danışırıq. Tarixə baxırsan, Əli əleyhissalamsız tarix deyil. Təfsirə baxırsan, Həzrəti Əlisiz təfsir deyil. Əmiri bəyandır, söz ustadıdır, xəlifətullahdır, xəlifətür rəsuldur, vəliyullah əzəmdir, şah-ı vilayətdir. Təsadüfi deyil ki, məzhəbindən, təriqətindən asılı olmayaraq. Hətta Həzrəti Əli əleyhissalamın sirəsini qəbul edib etməməsindən asılı olmayaraq. Bütün ariflər, sufilər, dərvişlər
özlərini o həzrətə mənsub bilirlər. Bütün təriqət şeyxləri. İstər müsbəti, istər mənfisi. Şeir aləminə baxırsan, əlisiz şeir deyil. Müharibə, cihad meydanlarına baxırsan, Əli əleyhissalam dahi İslam dinini dişi ilə, dırnağı ilə, canı ilə, qanı ilə, səbri ilə, döyüşü ilə, susması ilə, xitabələri ilə gətirib bu günə qədər çatdırıb. Əli əleyhissalamın hətta həyatına tənqidi yanaşanlarda məcbur olublar böyük əsərlər yazsınlar, bəlkə Həzrətin həyatından bir qüsur tapsınlar. Olmayan qüsurları da bəziyib, düzüyüb Həzrətə yapışdırmaq istəyiblər ki, söz desinlər də, bunlar da söz dedilər. Əli əleyhissalamın bu dünya Həzrəti Əli əleyhissalam olsaydı necə olardı? Yəni, belə bir şəxsiyyət Peyğəmbər sallallahu aleyhi və aleyhi təfsir olunmazdı. Biz bilməzdik əslində Peyğəmbər sallallahu müəyyən şəraitlərdə necə rəftar edər, əgər Həzrət Əli olmasaydı. Quran-ı Kərimdə Peyğəmbərə əmr olunur ki, kafirlərə qarşı da döyüş, münafiqlərə qarşı da döyüş. Bu ayə var Quran-ı Kərimdə. Cahidil kuffara vel munafiqin. Sual, Peyğəmbər sallallahu aleyhi və səlləm nə zaman münafiqlərə qarşı döyüşüb? Heç vaxt. Peyğəmbərin həyatında heç vaxt münafiqlərə qarşı cihad olmadı, müharibə olmadı. Elə gəlib dedilər ki, səhabələr arasında bəziləri var, Həzrət buyurdu, susun. Yaxşı, bəs bu ayənin hökmü harada qaldı? Bu ayənin hökmü orada qaldı ki, Peyğəmbərin canı olan Əli əleyhissalam sonra münafiqlərə qarşı döyüşdü. Yəni, bu kişi İslamsız, İslam bu kişisiz təsəvvür olunmur. Ona görə zikr-i Aliyyin ibadə. Əli demək ibadət, Əlini müzakirə eləmək. Yəni, biz burada ibadətlə məşğuluq bu hədisə əsasən. Belə başladım müqəddiməni, indi buyursunlar. Möhtəşəm. Savtı idi mühtərəm. Bir məsələ dedin, Seyid, yadıma düşdü. Əli əleyhissalam deyir, Quranın təfsirinə baxırsan, əlisiz mümkün deyil. Bir hadisə düşdü yadıma ki, Quranda bir qissə var ki, Həzrəti Musaya Allah əmr eləyir ki, get hikmət aləmini bir nəfərdən öyrən. Bu Xızır əleyhissalamın yanına gedir Musa əleyhissalam. Orada Xızır əleyhissalam onu ilə bir şərt kəsir ki, mənim işlərimə qarışmayacaqsan. O da həmən əhdi qəbul edir. Əhd kəsirlər ki, qarışmayacaqmış. Sonda gəminin deşilməsində Xızır əleyhissalam gəmini deşir, bir uşaq öldürür. Ondan sonra divarı hörür. Hər birində də Həzrəti Musa müdaxilə eləyir ona, sual verir. Hər birində deyir, Həzrəti Musa üzr istəyir ona. İndi sual çıxır ortalığa ki, yəni bu Peyğəmbər, o ləzm Peyğəmbər, bu boyda dahi şəxsiyyət, yəni niyə əhdini sındırdı? Niyə sözünün üstündə dayanmadı? Buna Əli əleyhissalama verirlər sualı. Əli əleyhissalam cavab verir ki, əhd o zaman yerindədir ki, iş mübah iş olsun. Xızır əleyhissalam orada ancaq 3 dənə iş görməyib ki, 1000 dənə iş görüb. Mübahat işlər ki var, burada dincəlir, burada nə bilim su içir, orada yemək yeyir və yaxud yemir. Hər nədirsə normal halda Həzrəti Musa onun işinə qarışmırdı. Amma gəlir gəmini deşəndə artıq gəmini deşmək mübahat iş deyil. Bizə yaxşı bir kişinin gəmisi olur. Artıq bu ictimai bir haram bir iş görür. Cəmaatı çörəyva eləyir. Və burada Peyğəmbərin, yəni Musa Peyğəmbərin Xızırla bağladığı əhd-i peyman artıq pozulur, işləmir. Necə ki, bu hər şeydə var da, namaz qılırsan. Namazı saxlamaq olmaz ki, boş-boşuna. Gərək hələ bir hadisə baş versin ki, can təhlükəsi, mal təhlükəsi, indi çox şeylər var da, bəzi şeylər var ki, bu halda gərək namazı saxlayasan. Və bu məsələdə artıq gəmini deşir, bu əhd pozulmalıdır burada. Çünki Peyğəmbərlərdə, məsumlarda belə bir xüsusiyyət var. Bir adam, bir işi səhv görürsə onun yanında,
Mütləq nə etməlidir ona? Öz iradını bildirməlidir. İqrar məsum məsələsidir də bu. Yaxşı, uşağı öldürür həmçinin. İndi divarı hörmək məsələsində də ona görə müdaxilə eləyir ki, o qövm çox zalim qövm idi orada olduqları yerdə. Onlar fərri adam deyildilər. Bunlar da yola çıxıblar, azuqaları da sən deyən o qədər yoxdur. O hasar, uçulmuş hasarı Xızır əleyhissalam tikəndən sonra Musa əleyhissalam deyir ki, onun muzunu da ala bilərdin də. Yəni, bunlar üçün o ehsanı eləməyə dəyməz, bu zalim tayfadır. Və burada ondan sonra Xızır əleyhissalam başlayır bu şeyləri açmağa. Və açanda da elə formada açır ki, zəmirlər, əvəzliklər fərqli-fərqli olur. Deyir, gəmini mən deşdim. Uşağı biz öldürdük, ya Allahla mən. Divarı isə Allah ördü, dikdi. Bu sualı Əli əleyhissalama verirlər. Əli əleyhissalam deyir ki, bir məmləkəti deyirsən ki, filan padşah fəth elədi. Və yaxud filan padşahın qoşunu fəth elədi. Padşahın da filan yerin qoşunu, filan ölkənin qoşunu fəth elədi. Və yaxud sərkərdənin adını çəkirsən. Bu üç cür fərqli ad çəkilmək hamısı gəlir çıxır kimin üstünə? Şahın üstünə də əslində. Baxmayaraq ki, müxtəlif formalarda deyirsən bunu. O ki qaldı, niyə məhz gəmini deyir mən deşdim? Bu zahirdə görsənən sırf ziyanəvər bir iş kimi görsənir. O işi nə edir? Öz öhdəsinə götürür ki, Allaha rəva bilmir o sözü deməyə. Ölüm məsələsi belədir ki, burada qəbz-i ruh filan biraz başqa mövzu var. Ona görə deyir ki, bu gəmi deşmək kimi deyir ki, bu cinayət daha ağırdır da. Ona görə deyir ki, Allahın əmri, Allahla mən. Yəni, Allah bir bəndənin canını alanda hansısa bir vasitə ilə alır. Mələkəl mevtlə ya hansısa bir peyğəmbərin əli ilə fərq eləməz. Onda deyir ki, ikimiz. Amma hasarın hörülməsi sırf gözəl iş olduğuna görə zahirdə. Onu isə heç özünü də qatmır birbaşa Allah'a deyir. Yəni ki, bunun təvazusundan irəliyər. Gör, nə qədər incəliylə. Əslində, bunu Əli əleyhissalamdan başqa, yəni sıravı kimə sual verilsəydi, mümkün deyildi də bunların cavabını o formada vermək. O cür dəqiqliklə, incəliklə. Və Əli əleyhissalamın yüzlərlə, minlərlə belə o sirri müəmmaya hələ cavabları var ki, əməlli başlı məsələnin özünü açır və mənim çox yerdə işlətdiyim, çox yerdə bu sözü deyirəm, məndən olsa hər dəfə deyərəm, hər yerdə deyərəm. Necə ki, ədaləti sual verirlər ki, ya Əli, ədalət nədir? Deyir, hər şeyi yerinə qoymaq. Bəs təqva nədir? Deyir, təqva da vaxt. Yəni, işi vaxtında yerinə qoyasan, amma biraz gecikdin, ya biraz tez qoydun, o deyir. Təqva vaxtdır. Təqva insanın içərisində olan bir hissiyyatdır ki, günahla üzbəüz çıxanda və ələl-xüsus sevdiyin günahla üzbəüz çıxanda özünü neynəyəsən? Saxlayasan. Amma o da nədir? Vaxtında saxlamaq. Necə ki, özü də deyir ki, günahın tövbəsini etmək, günahın özündən qaçmaqdan ağırdır, çətindir. O işi yeri vaxtında görəsən ki, öz işini çətinləşdirməyəsən. Təqva lazım olan işi lazım olan vaxtda görməkdir. Ədalət hər şeyi yerinə qoymaqdır. Əli əleyhissalam hələ bilir ki, Peyğəmbərimizin gətirdiyi dini insanlar üçün əməli formada təhlil edirdi, əməli formada göstərirdi və nəzəri formada da xırdalayırdı, şərh eləyirdi. Ağa dedi, Qur'anı onsuz, əlisiz tanımaq olmur. Doğrudan da yəni bu söz kimi deyil ki, hamı əlini tərifləyir, mən də tərifləyim. Yox, bunu tədqiq elədikcən, təhqiq elədikcən insan mat-məbhud qalır ki, ilahi, bu necə varlıqdır, bu necə 63 il yaşayasan, bir dənə boş vaxt yoxdur. O 25 il susur,
susduğu vaxtda da işlər görür ki, adam çaşıb qalır ki, la bu nədir görəsən, bu necə olur? Bir də danışa-danışa zehnimə nə gəlir? Əli əleyhissalamın vaxtı peyğəmbər zamanından da bir neçə cəhətdən fərqli idi və çox çətin idi görünən budur. Seyid buyurur, məsələn, peyğəmbər zamanında vuruşur peyğəmbər küfr əhlinə, küfr bayrağını qaldıranlarla. Amma burada vuruşur, məsələn, onlar da namaz qılır, ibadət eləyir. Bu çətin idi, hətta bəzi vaxtlar görürsünüz, deyirlər ki, biz bunlar da Quran oxuyur, bizdə Əmmar özün verir qabağa, oturub bir dənə çıxış edir orada. Əmmar ümumiyyətlə belə tanınan insan olub ki, həmişə o çətin anlarda qəşəng nitqi ilə vəziyyəti haqqı batıldan ayırd edən bir şəxsiyyət idi. Bu bir cəhət idi, çətin cəhətə Əmirül-Möminin. İkinci cəhət də bu idi ki, Peyğəmbər zamanında artıq ayə gəlirdi, situasiyalarda, hadisələrdə. Hətta Quranda bir ayə var ki, deyir, biz tədricən nazil edirik ayələri. Hətta bir dənə alimlərdən biri Rattəlnahu tərtilə ayəsi ki var Quranda. Deyirdi ki, tərtil bir dənə təcviddə oxuduğumuz tərtil var, bəllidir. Bir də var, deyirdi, burada mənası budur ki, yəni hadisələrə uyğun ayələr gəlir. Sonra da deyir, linusəbbitə bihi fuadəkə. Allah deyir, biz özümüz sənə belə ayələri vaxtında göndəririk ki, qəlbin nə olsun? Aram olsun. Çünki adama sözü anında deyəndə tuturdu adamı. Sən o sözü eşitmisən, nabil nazil oldu. Nazil oldu, gəldi. Yerində deyilən söz o təsirli olur da. O Əli əleyhissalamda Quran olub. Əsl Quran ki deyirlər Əlidə deyə. O həmin o şən-i nüzulu ilə olandı da. Əgər ayənin şən-i nüzulunu bilsən, onda başa düşürsən ki, ayədə nədən gedir söhbət və burada da həmin o situasiyaya uyğun o Quranın dediyini anlayırsan ki, Quran burada deyir ki, səbr elə, amma burada deyir ki, yox, iş görgünən, hərəkət elə. Bu Əli əleyhissalam bütün bu şən-i nüzulla saxlamışdı Quranı. O ikinci o cəhətin çətinliyi də burada idi ki, oradakı peyğəmbərdə ayə gəlirdi, burada da ayə gəlmir. Burada o peyğəmbər həmən ayələrə çıxarış edərək, məsələn belə deyək də, addım atır. Orada da biri belə yoza bilir, biri elə yoza bilir, biri deyir belə deyil, biri deyir elə deyil. Qarşı tərəfədəki Allahın vəlisi kimi tanımır bəziləri, sırf bir dənə ictimai rəhbər kimi tanıyır, deyir, o belə səhv də eləyə bilər, xəta da eləyə bilər. Ona görə bir qrup hətta görsən, bəzilər var da Əmirül-Möminin yanında olanların bir qismi hərdən gəlib əleyhissalam elə sözlər deyirlər ki, adam oxuyanda görsən, deyirsən möminləri xar elədin. Məsələn, İmam Həsənə deyir, düzdür, əleyhissalam üçün demirəm bu söz. Sən deyir, möminləri xar elədin. Mən baxanda o sahabə kimdir, özüm o qədər pis oldum ki. Adım o, sən nə cür belə dedin də. Görünən budur ki, imamət mövzusu... Vəziyyət. 25 il ki, o Səqifə hadisəsi girdi meydana, Qədirxum hadisəsini ki, cəmiyyətdən uzaqlaşdırdılar. Bilirsiniz, vəziyyət get-gedə daha da çətinləşdi, get-gedə daha da qəlizləşdi. Bir də mən bir şey deyim, bölüşürəm sözü ilə. Çox qəribə gəlir mənə ki, Əli əleyhissalam öz məzlumluğunu göstərmək üçün deyir ki, gör mən nə günə qalmışam ki, cəmaət oturub gözləyir ki, görürsən Əmmar hansı tərəfi seçəcək. Siffeyndə də, Siffeyndə idi də, o döyüşdə idi də. Peyğəmbər demişdi ki, Əmmar bir azğın qovmin əli ilə öldürüləcək. İndi bir tərəfdə Əli əleyhissalamdır, bir tərəfdə Muaviyyədir. Cəmaət oturub gözləyir ki, Əmmar hansı tərəfdə olacaqsa, qarşı tərəf azğın qovmdur. Əli əleyhissalam deyir ki, mənim haqq olub olmamağımı Əmmarın o dayandığı yerlə. Haqsa, bu məzlumiyyəti bildik. Dərd burasındadır ki, Əmmar tərəfini seçir. Azğın qovm tərəfindən də öldürülür, şəhid olur, amma yenə də bunlar qəbul eləmirlər. Qəbul edilmirlər. Bu necə təfəkkürdür, bu necə düşüncə tərzidir? Yenə günah atdılar da. Mən hərdən belə düşünürəm ki, bəzi vaxtlar insan ki, bir haqqı qəbul eləmək istəyirsə, söhbət oradakı haqqı qəbul eləməkdən daha qəliz bir söhbətdir. O nədir? Sən də onu qəbul eləsən, o geri, bütün keçmiş və ki var, o neçə il və yoxdur, xət çəkməz üstünə ki, bugüncə mən səhv eləmişəm. O dönüş ki var eləməyə, bu oğul istəyir. Başa düşürsən, adam bəzi vaxtlar görsən, bir də söhbət bunu inkar, bunu səhv
demişəm deyil də. Bunu səhv demişəmin arxasında bütün ideologiyasını inkar eləməlidir. Yanlış daxı. Bu da neçə illik qurduğu bir binadır. Həm də birinci kərpici ki, əyri qoydun. Hə. Bu indi deyir ki, mən bunu sökməliyəm, qardaş. Bunu dağıtmalıyam. Bu asandır. Orada oğul istəyir ki, deyə bir sənə asandır, çətindir yox. Elə adamlar da adətən bəhanə axtarır. Fikir verirsiniz, Əmmarı ölən kimi düşdülər haya kök, bizi öldürdü yaxı. Elə bunlar bir dənə bəhanə lazım idi. Onu da verdilər, bunlar da qəbul edilər. Dedilər, biz öldürməmişik ki, Əli öldürüb, o gətirdi. Hə, düz deyir də. Bu nə oldu düz deyir? Özünə sərf elədi, düz deyir. Çünki onlara bu lazım idi, düz deyir. Ümumiyyətlə, bəzi insanların o haqqa iman gətirməyib də, yəni haqq bunun istəyinə uyğun olsun, bu cür nə məsələ. Zehniyyəti azdıranda insan həqiqəti də başqa cür görür. Haqqı da qəbul eləmək. Bir də Əli sana bir hədis yazmışam. Çox təsirli hədisdir. Buyurur, Nəhcül Bəlağadadır. Deyir, Əl-həqqu əvsəvul əşya fit-təvasuf və əzyaquha fit-tənasif. Haqq tərifə gələndə ən gen, bölgüyə gələndə ən qıç şeydir. Tərifə gələndə ən gen, bölgüyə gələndə ən qıt şeydir. Hamı çəkir əlini. Hamı çəkir əlini. Çəkilir kənara. Başa düşürsünüz. Danışıqda rahatdır da. Çox rahat. Geniş danışıqla, xırdalaqla, amma özün o işin içinə düşəndə görürsən necə olacaqsan. Belə sözlər ümumiyyətlə Əli Salmanın maraqlıdır. Bir dənə də indi yadıma düşdü, Seyid ağa buyursun. Deyir ki, ölüm qədəri yəqin olması mövzu yoxdur. Bunu kim təyin ki, ateist, deist, hamı deyir. Amma elə yaşayırıq ki, ən çox şəkk elədiyimiz mövzuya oxşayır sanki. Təxminən belə bu yöndə bir sözü var. Deyir, ölüm qədər şübhəyə bənzəyən həqiqət yoxdur. Əli əleyhissalam xüsusən müharibə meydanlarındakı şücaəti ilə tanınıb. Bu da o dövrün Tələbi idi. Həm tələbi idi, həm də o dövrlərdə bir nəfərin padşahlığı, sərşərdəliyi, önə çıxmağı, onun öz şəhərini, ölkəsini müdafiə etməsi və qarşını fəth etməsindən ibarət idi. O da Əli əleyhissalamın döyüş qabiliyyəti həddən artıq geniş idi. Məsələn, yazırlar ki, Əli əleyhissalam heç vaxt boş yerə təkbir deməzdi döyüşdə. Heç vaxt. Hər təkbir bir nəfər vuranda, zərbəni vuranda deyirdi. Və ikinci tərəfdən də tarix yazır ki, Əli əleyhissalam heç kəsə 2 dəfə zərbə vurmayıb. Onlar ki, Əli əleyhissalamı döyüş meydanlarının aslanı hesab edirlər, haqlıydılar. Amma Həzrəti Əli çox əzəmətlidir ki, döyüş meydanı çox kiçik bir hissəsi idi. Əli əleyhissalamın söz aləmindəki ustalığına baxırsan, adam baxır ki, bir ərəb dilini bilən bir ərəb çalışır elə sadə sözlərdən istifadə etsin, rəvan sözlərdən istifadə etsin ki, səcə, vəznə, qafiyəyə düşsün. Həzrət Əli əleyhissalam elə nadir ərəb sözlərini elə qafiyələrdə, elə vəzinlərdə işlədir ki, adam dili ilə tələffüz eləyəndə, təcvid oxuyan adam belə biraz çətinlik çəkir. Ən belə nadir sözlər, qəliz sözlər, əmiri bəyan deyiblər, təsəvvür elə bu. Bir dəfə bir konferans... Həm də o cür sözlərin qorunması, saxlanılmasına xidmət eləyib o şey ya. Yoxsa o qədər işlədimizdilər ki, o sözlər unudulub, yaddan çıxardı. Yeri gəlmişkən, Əli əleyhissalamın qrammatikanın da ilk məbnasını qoyan alimdir. Yəni, başqa sahələrdə Həzrət Əli tanımaq lazımdır. Amma Həzrət Əli hansı sahədə onu tanımağımızı istəyir? Bu da böyük bir mövzudur. Əli əleyhissalam onu istəyir ki, biz insan necə yaşamalıdığını Həzrət Əlidən öyrənək. O bir elmlər qalsın. O bir elmlərdir. Amma adam necə yaşamalıdır? Əli əleyhissalam üçün aktual olan buydu. Həzrətə maraqlı deyildi, biz onun döyüşünü hesablayaq, neçə nəfər öldürüb, neçə nəfər öldürməyib. Həzrət Əli bir bəndə olaraq ən çətin öhdəçiliyi öhdəsinə götürmüşdü. Amma bizdən o qədərini tələb eləmirdi. Buyururdu, siz öz bacardığınız, tutumunuz, qabınız qədər. Elə şeylər var ki, Hacı Ramil dedi ki, Allah Teala liyusəbbitə bihi fuadək. Peyğəmbər sallallahu müxtəlif situasiyalarda ayələrlə dəstəkləyirdi. Bu işi ilk gördüyü üçün Peyğəmbər bunlar labüd idi. Çünki
ixtira idi bu. Yeni iş idi. Fundament dökülürdü. Amma Əli əleyhissalamın işinin çətinliyi bu idi ki, həmin o fundamentin şərhinə, həmin o fundamentin təhlilinə əsasən iş görməli idi və ayə də gəlmirdi. Deyirlər, bu sənin istihadındır, mən də belə istihad edirəm. Və indi də tarixə baxın, mən istəyirəm bura diqqətimizi çox cəlb edək. İndi də baxın Əli əleyhissalamın və Əməvilərin tarixinə, baxışlar yenə də həmin problemlərlə paralel gedir. Yəni, kim ki dəqiq təhlil eləmək istəyir, incəliyinə varır, Həzrət Əlinin qarşısında təzim edir. Kim ki Əməvi nöqteyi nəzərindən baxır hadisələrə, yenə Həzrət Əlini günahkar bilir. Yenə də Tarix davam edir. Yenə Əmras bilən Quran taxır niziyə, yenə Həzrət Əlini məzlum vəziyyətə qoyuruq. Hətta mən baxıram bəzi sosial şəbəkələrdə Siffin döyüşünə qədər o qədər təhrifli sözlər böyük tribunalardan deyilir bir sıra qardaş ölkələrdə. Doğrudan adam təəccüb eləyir ki, adam istəyir hayqırsın ki, bu kişinin haqqını 14 əsr sonra yenə niyə bada verirsiniz? Niyə axı səhih olmayan, sənədi olmayan məsələləri qabardıb avam insanlara, səmimi müsəlmanlara, sadə müsəlmanlara təlqin edirsiniz. Yenə Həzrət Əlinin haqqı yeyilir. Və Həzrət Əlinin haqqı insanlığın haqqıdır. Bizim mənəviyyatımızın haqqıdır. Həzrət Əlinin şəxsi marağı yox idi ki. Şəxsi marağı olsaydı pulundan arada oturardı orada da. Onun şəxsi marağı Allahın marağı idi. Resulullah sallallahu aleyhi və aleyhin buyurduğu o söz ki var Həzrəti Zəhra sallallahu aleyhi haqqında, o bütün imamlara şamildir. Hamısı Allahın razılığı, Allah onların razılığı ilə razıdır, onların qəzəbi ilə qəzəblənir. Və bunu çox qəşəng bəzəyiblər, qəşəng də deməyim. Bəzəyiblər ki, güya ki, Əli əleyhissalamla xanım Fatimə Zəhra küslü idilər, bunu incidirdi, qəzəbli idi. Güya ki, ondan sonra Peyğəmbər deyib bunu. Bilirsiniz bu bərbad bir vəziyyətə gətirirlər bu hədisi. Bu sözü dediniz, çox gözəl. Deyirlər ki, Peyğəmbər Əli əleyhissalam güya başqa xanımla evlənmək istəyirmiş. Həzrət Zəhra salamlarına inciyib, Peyğəmbər buyurur, qızım incidən, məni incidib. Bu sözü eşitdiniz. İndi bu sözün müqabilində o gün keçən verilişdə Axund dedi, dedi ki, Cordağın bir dənə sözü var ya, Georgi Zeydanın sözüdür. Deyir ki, indi bu saat Mixail Nəiməni, Livanlı Xristiyan alim var, Mixail Nəimə. Deyir, indi əgər Əli əleyhissalam gəlib minbərə çıxsaydı, onun söhbətlərinə qərbin tədqiqatçıları oturub qeydiyyat aparardı. Akademiklər gəlib onun ayağına. Bu söz hara? Bu kişi Həzrət Əlini tanıyıb. Bilib Əli nə deməkdir? Bilib Əli demək cılız, maraqlar, nə bilim, ailə, bunlar deyil. Əli əleyhissalamı əksəriyyətin tanımaması çox yerində olan bir işdir, Oktay müəllim. Bilirsiniz niyə? O boyda nəhəngi heç bir hadisəni tədqiq etmək istəməyən adam necə başa düşsün? O nəhənglikdə əzəmətdə olan insanın həyatını, ömründə haqla batilin arasında qalmaqdan qaçan, uzaqlaşan adam necə başa düşsün? Əli əleyhissalam bir kəlam var iman haqqında. Bu kəlamı bir nəfər incələsə öz həyatı üçün bütün həyatını alt-üst etməlidir. Kifayət eləyir. Nədir? Buyurur, imanın özəl bir dadı var. İman o deyilən kimi elə belə zarafat yana gedim namazımı qılım, orucumu tutum, bu qədər deyil. İmanın özəl bir dadı var. O dad budur. Mən bu dad çox gözəl deyib o dadı, bilirsiniz niyə? Şimdi deyəndən sonra görəcək ki, doğrudan da o adamın həyatını necə edər, hansı dadda edər? Başqasına rəva bildiyi və özü və rəva bil, başqasına rəva bilmədiyi və özü və rəva bilmədiyi, başqasına rəva bilmə. Bunun genişliyinə bax, həyatı belə quran adam tamam həyatının zövqü, dadı, hər şey dəyişməli deyə bu kişini belə xarakteriz eləmək lazımdır. Biraz da qısaltsıq o sözü, incimə və incitmə. İncimə və incitmə. Ya başqa formada desə, aldatma, buranı hamı deyir. Və heç kəsin aldanmağına imkan vermə. Həm də heç kəsin aldanmağına icazə vermə. Ola bilər, mən səni aldatmıram.
Vicdanım rahat ki, mən aldatmadım ki, Oqtay. Bir də var ki, görürəm Oqtay aldanır, mən susuram. Həzrət buyurur, yox, Doğru deyil. düz deyilsən sən. Bir Qoyma. dənə bir məsələ ki, yaddan çıxmasın, sözdür düza ki, güya Əli əleyhissalam evlənmək istəyir, xanım Zəhra salamun əleyhə ondan inciyir filan. O adam bir dənə baxsa tarixə ki, ya, bax, Dərd arasında baxmır da. Peyğəmbərimiz Xədicə Kübra salamun əleyhə ilə evli olan vaxt evlənməyib. Və Əli əleyhissalam xanım Zəhra ilə evli olan vaxt evlənməyib. Bu o deməkdir ki, Peyğəmbərimiz deyir 4 cənnət xanımı var ha. O vaxtda sağ olanlar xanım Xədicə Kübra idi, bir də xanım Zəhra salamun əleyhə. Bu o deməkdir, Peyğəmbərin haqqı yoxdur, ya Əlinin haqqı yoxdur, haqqı var. Amma bir məsələ var ki, bunlar cənnət xanımıdırlar və ona görə də bunlar fərqlidirlər hər kəsdən. Bunu bilən adam anlayar ki, Əli əleyhissalam nə o şeyi görmək istəyər və hətta istəsə belə xanım Zəhra o yerin adamı deyil ki, bunun üçün söz-söhbət eləsin. Yəni bu elə bir absurd bir şeydir ki, gətirib salırlar və hətta Əbu Turab ona görə dedi ki, Peyğəmbər ki, xanım evə buraxmırdı, Əli əleyhissalam bayırda yatmışdı, toz torpaq düşmüşdü üstünə, gəlir deyir ki, Əbu Turab torpaq oğlu, dur, üstü başlı çırp, filan. Gəlir o ailəyə bir dənə sülh yaradır bu ailədə. Bu hədisi qondaran, axın, 2 nəfərə, 3 nəfərə böyük bir böhtan atır və qiyamət günü cavab verəcək. Bir Əli əleyhissalama. Çünki hədis, əhvalat sənədi səhih deyil. Bir dənə münafiqdən nəql olunur. Mixfər ibn yadından çıxıb, Misfərədən nəql olunub deyəsən. İbn Əbi. İkincisi, Həzrət Zəhra salamun əleyhə böhtan atır. Yəni, Həzrət Zəhra salamun əleyhə fəzilətli qadındırsa, o qədər fəzilətli deyil ki, məsələn, Allah Taalanın qadınlar haqqında, ailə haqqında ayəsini qəbul edəcək qədər imanlı olsun. Halbuki Quranın hökmü var ki, əgər Peyğəmbərin verdiyi qərara insanlar qəlblərində belə narazı olsalar, imandan kənardır. Fəla və rəbbikə la yu'min. İman gətirməyiblər. Bunlar Həzrət Zəhraya imansız damğası vururlar, cavab verəcəklər. Onu yazan da, onu təbliğ edən də. Üçüncüsü, Rəsulullah sallallahu aleyhi və aleyhə böhtan atır ki, görür ki, məsələn, fərz etsək ki, o hadisə olub. Həzrət Əli İslam şəriətinə uyğun iş görür. Amma Həzrət Əlini danlayır. Və dördüncü məsələ hamısından betərdir. Burada Peyğəmbər də Allaha böhtan atmış olur bu hədisə əsasən. Niyə? Əgər qəbul etsək ki, bu hadisə olub. Ona görə ki, Allah Teala buyurur ki, Limə tuhərrimu mə əhəllallah. Allahın halı elədir, niyə haram eləyirsən? Üstəlik, bu ravi ki, bu rəvayəti nəql eləyib, Allaha böhtan atır. Necə böhtan atır? Yəni, Allah Teala Əli əleyhissalam başqa qadınla evlənmək istədiyi üçün Həzrət Zəhranın inciməyinə inciyir. Yəni, insanların münafiqliyinə bax, bir dənə qondarma rəvayətlə Quranı, İslamı, Allahı, Peyğəmbəri hamısını qatdılar bir-birinə. Məqsədli şəkildə eləyiblər də bunu. Başardıqları qədər elə eləyiblər ki, Peyğəmbər də səhv eləyib, Həzrət Əli də səhv eləyib. Yəni, bu normal insanlıq halıdır. Allah da səhv eləyib. Deyib ki, Həzrət Zəhraya yox, başqalarına olar. Həzrət Zəhraya, Həzrət Əli olma. Yəni, bu, siz nəyə bənzəyir? Bunlar İslamı Məlik Məmməd nağılına çeviriblər. Yəni, hər kəsin ixtiyarı var Allah haqqında, Peyğəmbər haqqında hər nə desin. İmam Həsən əleyhissalamın həyatını nəyə döndəriblər? İmam Həsən əleyhissalam gündə bir arvad alırdı, boşayırdı. Bəli. Bu cür təqdim edirlər. Sonra da deyir ki, mən Əhl-i-Beyti sizdən çox sevirəm. Amma bütün o saxta hədislərə iman gətiribdir. İndi, ağa bir dənə söz dedi. Deyir ki, Peyğəmbərin
o verdiyi əmrə qəlbimizdə də belə, üzdə razılaşırsan, amma qəlbində razılaşmırsan, Allah razı qalmır orada səninlə. Bəzi məsələlər var ki, Allah Teala axıra qədər gedir söhbəti. Bəzi məsələlər var ki, indi eləyirsən, elə eləmirsən, eləmə. Bunu de, filan. Məsəl üçün, şəhidlər üçün deyir ki, şəhidlərə ölü deməyin. Soyla kifayətlənmir. Hesab eləməyin. Bu dildə yaxşıda ölü demirəm. Amma ürəyimdə bilirəm ki, ölüdür, yox, ürəyimdə də elə bilmə. Və Peyğəmbərin verdiyi əmrlə, barışdım da, daha iddiam yoxdur, çəkildim bir qırağa, yox, elə yox, tam içəridən barışmalısan ki, İmanın dadını biləsən. Bəli, içərivi razısan, o nəfsi baş qaldıran nəfs var ha, onu razı salmalısan bu əmrlə. Və bütün problemlər də bu işlərin üstündən çıxır ha. Adam var ki, dinə qarşı çıxır, qalan bəzi şeyləri qəbul eləyir, amma bəzi şeyləri ki, nəfsi qəbul eləmir deyə, ki, bu mənə çatmır, adını əvvəl belə yüngül qoyur, çatmır. Ondan sonra deyir ki, yox, düz çatdırılmayıb. Düz çatdırılmayıb, hədis gətirirsən, yox, hədislər qondarmadır. Quran ayəsi gətirirsən hətta, Quran ayəsi içində deyirlər ki, ola bilər təhrif olub. Ləşşəy-ün ucab. Çox belə təəccüblü bir şeydir. Yəni, bu nə olan şeydir? Sonra da get-gedə, asta-asta. Bir də Seyid orada bir söz işlətdi ki, o bizi necə görmək istəyərdi. Mən, bu mənə düşündürüb özümü də, bu mövzu. Və Əleyhisselamın ümumiyyətdə səhabələrə haqqında deyəcəyi sözlərin bir ikisini yığmışam. İstəyirəm öyle bölüşüm ki, yəni, onlara deyib ki, onda bu xüsusiyyət vardı. Görünən bu da onu təqdir edirsə, biz də belə görmək istəyərdi. Biri Zeyd ibn Soğan haqqındadır. Gəldi, dayandı, o dünyasını dəyişəndə başının üstündə dedi, Rahiməkallah ya Zeyd. Allah sənə rəhmət eləsin. Adama imamı deyə. Maraqlıdır. Xoş şanlı ki, Allah sənə rəhmət eləsin. Biz demirik, Allah sənə rəhmət eləsin filan kəs. Qəd kuddə xəfifəl məunə və əziməl məunə. Məunə. Tərcüməsi deyirsən, həyatda azaqanı olan idin, az gözləntin var idi, amma əziməl məunə, çox kömək eləyən idin. Hey çalışırdın, nəsə eləyirdin, amma belə də azla eləyirdin, kifayətlənirdin. Adətən insan imtiyaz çox istəyir, öhdəlik az istəyir. Deyirsən, ya elə dördün. Sən heç o qədər imtiyaz arzusuna da deyildin, amma elə öhdəlik axtarırdın və icra eləyirdin. Görünən budur ki, İmam sevir o insanı ki, fədakardır da. Yəni, təkcə bu mənim yox. Mən nə etməliyəm, nə eləməliyəm? Bu cürlə insanları sevir. Mən hətta bəzilərinə indi yadıma düşürəm, sahabələrin də bu xüsusiyyətini görmüşəm. Məsələn, qapısına qoymayanda imam onu, deyib, nə var məndə qoymur? Demirə, niyə qoymur? Nə var məndə qoymur? Özünə qayıdır da. Bu yaxşı bir dənə nöqtədir də. Qüsuru özündə axtarır. Niyə yığmırsan mənə? Demirə, neynəmişəm yığmırsan mənə? Məsələn də. Mən yığmıram, sən yığ. Məsələn, bu bir məsələ ki, sahabələrin haqqını deyir. Hətta deyir, o başının üstündə idi, can verirdi. Hələ dünyasını dəyişmiş. Bunu deyəndə, o da deyir, gözünü açdı, baxdı imama, dedi, əntə fəcəzəkəllah xeyrən ya əmirəl müminin. Yəni, nə keçibsə səndən keçibdir bizə, sənin əlinlə biz bərəkətlənmişik, ya əmirəl müminin. İmamı ilə bir diskusiyasıdır can üstündə olanda. Bu bir. İki, Malik haqqında. Düzdür, Malikin gedib gəlmədi onun başının üstündə, amma xəbəri çatdı Malikə, dedi, Malik və ma Malik. Malik və ma Malik. Vallahu ləv kənə cəbəllə kənə finda. And ola Allaha dağ olsaydı, böyük bir, zirvəli bir dağ olardı. Ləv kənə həcərən ləkənə saldən, daş olsaydı qaya olardı. Nə mənada? Yəni, qayanı vurursan, qıra bilmirsən də, izzətin də mənası budur. Əziz də ərzun izaz təsvirində gətirir. O yer ki, onu da 2 dənə, 3 dənə kəlməylə şəkkə sala bilmirsən və yaxud iradəsini sındıra bilmirsən. Əzizdir, həm nəzəri baxımdan əzizdir, həm əməli baxımdan əzizdir. Adam var 3-4 kəlməyə şəkkə şübhəyə düşür, o əziz deyil. Adam var, məsələn, bildiyi haqq yolda 2 nəfər deyir ki, getmə, 1 nəfər ruhdan salır, bu 4 addımdan sonra dizləri düşür yerə, bu əziz deyil. İzzətli deyil. İzzətli deyil, izzət bu deyə. İzzət həmişə mənası bu deyil.
çox insan səni istəsin. Həmişə mənası bu deyil. Bəli, izzətli insanın məhəbbətini Allah qəlblərə səpir və ona qarşı nifrət də olur qəlblərdə. Bir dənə Əllə Salamın ziyaretnaməsini oxudum. Deyir ki, Əssəlamu aleykə ya ni'mətəllah aləl-əbrar. Ey əbrara, yaxşı insanlara neymət olan və niqmət olan, niqmət kimə? Ələl-kuffar. Bəşəriyyətə qənim kesilənlərə əzabsan. Həzrət Əliyə Peyğəmbər demir, səni mömin sevdi, münafiq sənə nifrət edir. Həmən məsələ. Həmən söhbət, bəli. Həm cazibəsi var, həm dafiyəsi var. Yəni, belə deyir ki, hamı o bir istəsin. adamı hamı sevsə, istisnasız, bu yaxşı adam ola bilməz axı. Gerək yaxşılar sevsin də sən. Deməli, bir də görmək istədiyi bizdə xüsusiyyət budur ki, Əmirül-Mömini izzətli olun, izzətiniz olsun. Lap məsələn, haqla təkdə qalsın, haqqın yanında şəkkə düşmə. Həqiqəti bildin, şəkkə düşmə. Düzü bildin, get yoluvu. Yoluvu yetkinən. Sonra hətta bəzi vaxtlar görürsən, insan ki, ya bir dənə hədis oxumuşdum. Deyir, bir insan Allahın istəyini verə cəmiyyətin istəyinə qurban ki, onlar onu mədh eləsin, tərif eləsin. Allah bıraxar onları demək. Və deyir, o madih, o mədh eləyən bir dönəmizə zamma, danlayar səni. O səni başlayar məsxər eləməyə, rişxənd deyirlər, məsələn, rişxənd eləməyə, ələ salmağa. Əziz olsun, Malikdə bu izzət xüsusiyyətini qabardır Əmirül-Möminin. Bir dənə Salmanla bağlı deyə bilərəm. Əlbəttə, Salman qırıq adam deyil. Salman. Vaxtımız çoxdur. Sizin də siz danışmırsınız bir adam məndən. Yox, deməli, sən danışdın. Salman dünyasını dəyişəndə gəldi axı Əmirül-Möminin özü gəldi onun başının üstünə. Və orada deyirlər dəfnində iştirak elədi. Bəzədi kəfənə yazdı. Mən bəzədi Əli ilə nəsə yazdı. Axır necə elədi yazdı, ya dedi. 100-dən çox yaşayıb mən səhv eləməsəm. Salman çox yaşayıb, bəli. Salman çox yaşayıb. Deyir, söz bu idi, şeirdir, beytdir. Deyir, vəfəttu aləl-kərimi bi qeyri zadin minəl-həsənatı vəl-qəlbi-sənimi hamlə zadin əqbəh kullə şeyin izə kənəl-vüfudu aləl-kərimi. Tərcüməsi oradakı buyurur ki, Salman, belə məna edirəm də, Allahın huzuruna gedirsən, əli boş ki gedirsən, Kərimin qabağına insan əli boş çıxar. Kərimin qabağına isə aparmağa ehtiyac yoxdur ki. Bu o demək deyir, iş görməz, çalışma, səy eləmə, ibadət eləmək. Bu deyir. Salman olan hamısı eləyirdi, imanı onun dərəcəsində idi. Peyğəmbərin də yanında da, Əl-İslam da yanında idi. Əntə minna əhləl-beyt deyirsən, biz əhl-beytdənsən. Bu başqa söhbətdir. Nəyin ki, başı qoyyət inşallah Allah mənə bağışlar. Yox. Bu o deməkdir ki, Allahın huzuruna gedəndə əməllərə yox, Allahın rəhmətinə sığın gedəndə əlin boşdur, sənə rəhmət ver. 10-cu dərəcədə də olsun, sən elə əli boşsan onun müqabilində və kərim varlığın qapısına elə əli boş gedərlərdi. Yəni bu cürünə. Salman da elə bu cürünə yaşamışdı. Bu cürünə sözləri də imamın başının üstə dedi. Salmanda ücüb deyilən bir şey yox idi ki. Yəni bizdən gözlənti budur ki, ücübümüz olmaz. Ücüb nədir? İnsan bəzi vaxtlar öz ibadətinə gözü qamaşır, qalır, özünün əməllərindən razıdır. Əmmar üçün də bir söz deyib, Əmmara deyirəm. Deyir ki, o Sıffeyndə şəhid oldu. Sıffeyndə yıxıldı. 90 yaşında idi özdə. Kişi düşən yerdə Əl-İslam gəldi, başını dizinin üstə qoydu. Əl-İslam gəldi, başını dizinin üstə qoydu. Mələkül Mevtə dedi ki, gəldin, kaş qalıydın, getməyəydin, məni də aparaydın. Əmmar Əmirül-Möminin üçün çox mühüm adam idi. Əmmarın şücaəti öz yerinə biraz öncə də deyildi. O ki, cəmaat titriyəndə qabağa keçib haqqı şəffaflaşdıran bir adam idi, bu xüsusiyyəti var idi. Deməli, bir xüsusiyyət bu oldu ki, bizdə görmək istədiyi xüsusiyyət bu idi ki, az gözləntin olsun, çox çalış. İkinci xüsusiyyət budur ki, izzətli ol. Üçüncü xüsusiyyət budur ki, özünü Allahın huzurunda əli boş gör. Dördüncü xüsusiyyət budur ki, çalış neyinə, haqqı bəyan elə, çatdır, izah elə. Kənə fī mə məzə əxun fillahi. Bu da yadıma düşdü. Deyir, keçmişdə bir qardaşım vardı, içindən xüsusiyyəti vardı, bir də bu idi. Nəticə bəlağada deyir, dünya onun gözündə kiçildi deyənə o mənim gözümdə böyüdü. Bu da 5-ci xüsusiyyət. O cürünə yaşayan kişilər var, 90 yaşı var, müharibədə şəhid olur. Allah. Bizimkilər 60-ı keçən kimi ürəyinə stent qoymasın, yaşaya bilir. 90 yaşı var. Yəni də kəlamı var ağanın.
o kəlamın özündən bildirilir ki, o Hacı Rami dedi bayaq qalilul məunə. Yəni çox vəsait tələb olunmurdu da onu təmin eləmək üçün. Qənaətçilikdir. Buyurur ki, mənim döyüşçülərim, mənim səhabələrim səhra ilanları kimidir. Səhra ilanı böyük olmur. Zahirən cılız olur. Həddən artıq dözümlü olur. Susuzluğa, açlığa. Səhradır da, səhrada nə var? Və bir də sancdı vəssalam. Döyüşə girdi, qurtardı, getdi. Ondan qaçmaq mümkün deyildir. Mənim ətrafımdakı da səhra ilanları kimidir. Ki, məsələn, Siffin döyüşündə 90 min yazıblar Həzrət Əlinin qoşunu, 120 min Muaviyyənin qoşunu. Döyüşün sonunda 45 min Muaviyyənin qoşunundan öldürülmüşdü, 25 min Həzrət Əlinin qoşunundan öldürülmüşdü. Şəhid edilmişdi. Yəni, gözə çarpan müharibədə hər sahədə bunlar belə idilər, hər sahədə. Özü də sözün əzəmətinə bax. O deyən adam əzəmətli kişidir. Hə? Özü də yaxşıları tərifləyir. Bunlar o qədər yaxşıdırlar ki, bunlara ilan da deyəndə tərif çıxır. Təsəvvür elə günə. Tərif çıxır. Xüsusiyyətinə görə də. Bir adama məsələn, yaxşı adama canavar desin, ürəkli adam mənasındadır. Pis adama canavar desin, yırtıcı mənasındadır. Elə İslam Allahın aslanıdır, özü Allah verib də nə Bir adam deyir ki, aslanda axı, nə bilim, şəhvət olar, qəzəb olar, yırtıcılıq falan. Dedim, o ormanın aslanıdır da. Cəsarətinə görə. Allahın aslanıdır, fərqlidir ormanın aslanı. Bir də Hacı Ramin səhabələrdən söz açdı. Mən bunu hələ şəxsən özüm üçün çözə bilməmişəm. Ki, əleyhissalam teyyül ərzlə də olsa gəlir Səlman əleyhir-rəhmənin dəfninə. Mən xatırlamıram hansısa səhabəsi üçün bunu etmiş olsun. Adətən məsum Məsumu dəfn edirlər. Çox qəribədir. Cahiz Əhl-i Sünnənin məşhur alimlərindən onun bir sözü var, deyir, Əli əleyhissalam haqqında onun haqqını əda etmək istəsən, deyəcəklər qulub edir. Amma haqqını da əda etməsən zülm etmiş olursan. Hacı, orada bir dənə nöqtə var, Oqtay mənim başlasın. Buyurun. Kamil insanın tərifi gələk düzgün verilsin cəmiyyətdə. Əks halda Kamil insanın tərifi verilsə, ondan sonra Əleyhissalam haqqında deyilən sözlər belə, yəni qulub olmayacaq. İndi lazımsız sözlər deyirlər, o heç şey, o bizdə demirik ki. Mən də Hacı Raminin sözünü biraz istəyirəm ki, öz ifadəmlə izah eləyim. Hacının sözünün həm də mənasını mən belə başa düşürəm. Gəlin Əli əleyhissalamda quluv adlandırdığımız şeyləri görək Quran-ı Kərimdə qeyd olunub ya yox. Deyirik Həzrət Əli teyyül ərz elədi, Asəf ibn Bərxiyədən əski deyildi ki. Düzdür ya yox. O kitabdan biraz bilirdi. O kitabın atısı onun yanında. Və mən ində o qaləl-ləzi indəhu ilmun minəl kitabı idi. Yəni kitabdan bir elmə malik olan şəxsi idi Süleyman əleyhissalamın vəziri və tələbəsi və səhabəsi Asəf ibn Bərxiyə. Əli əleyhissalam isə və mən indəhu ilmul kitab. Onu da cin çıxartmışdılar, bir ara deyirlər cin idi də. Belə pısmasın. Yəni o cin insanın məqamı cinin məqamından da o tərəfədir. Yəni əlləmə Adəməl əsma kullaha Adəmə öyrədiblər. Elə o ayda deyilir də, bir cin tayfasından biri təklif elədi. O heç ifritun minə, aysa. O heç cinnidəndir də. Aysa. Amma Asəfin Bərxiyə ki insan, bəli bilirsən. Ya döyüşlərinə baxırsan ki, neçə gün döyüşdü, dinizə qulub verir. Şəmun nə qədər döyüşdü. Və yaxud Əli əleyhissalamın deyək ki, elminə baxırsan, əleyhissalam Adəm əleyhissalam varisi idi. Alləməl Adəməl əsma və alləmə Adəməl əsma kullaha. Bütün adları, bütün elmləri Adəm əleyhissalamı öyrətdi. Yəni Həzrət Əli əleyhissalamı Quran nöqteyi nəzərindən xarakterizə eləsək, başa düşərik ki, biz Əli əleyhissalamın və digər imamların həyatındakı ecazkar hadisələrə etiraz edəndə Quranı inkar etmiş oluruq. Deyəndə filan imam uşaq vaxtı doğulan danışdı. Uşaq danışar, Quranı inkar elədi. Quran deyir, İsa əleyhissalam danışdı. Bir dənə də məsələ var, ağa. Məsələn, Əli əleyhissalam ki, deyir,
Adəm mənə görə bağışladı, İbrahim mənə görə yanmadı, filan belə. Bu mənə görələrdən məqsəd odur ki, o onun sülbündən ki gələcək, o nöqteyi nəzərdən Həzrəti İsmaili bıçaq kəsmədi mənə görə, yəni onların nəslindən bizdə olacağıq, biz Əhl-i Beyt və dünyanı hidayət eləyəcək, filan eləyəcək. Yəni Onlar yaşamalıdırlar. dolayısı yolla onu demək istəyirdi ki, Allahın əlində nə var idi? İsmail olmayacaqdı, İshaqdan gətirəcəkdi səni dünyaya. Amma burada məqsəd odur ki, biz o vaxtdan üzü bəri hesablanma ilə gələn adamlar da Seyyid-i dili ilə desək, nöqteyi əvvəl-əvvəli növbədə dalə düşmüşəndir. Ustadlar, mən təşəkkür edirəm sizə, amma növbəti həftədə Əl-Ələ Salama aid söhbətləriniz olsa yaxşı olar, çünki bilirəm sizin qeydləriniz qaldı. Bir Hələ ömür söz- danışılsa bitməz. Məlum, amma yəni belə deyək də 3 veriliş düşünürəm yaxşıdır da heç olmasa. Haqqını əda edə bilməsək də, bayaq dedik də, amma Əl-Ələ Salamdır da. Sıradan bir alim deyil, sıradan bir əllamə deyil, nə bilim filosof deyil. Bunların hamını özündə cəmləyən bir şəxsiyyətdir, ilahi bir şəxsiyyətdir. O baxımdan görürsüz ki, bəzən olur bir alim haqqında, bir mütəfəkkir haqqında, bir yazıçı haqqında, nə bilim bir ədib haqqında 2 saatlıq bir proqram həsr olunur ona, danışırlar, deyirlər ki, biz danışıb qutara bilmədik onun haqqında. Amma biz Əl-Ələ Salam haqqında o qədər sözlər var, heyf olar da, yəni bunu da gərək sevənlərinə çatdıraq. Minnətdaram sizə. Allah sizi qorusun, güc və qüvvət versin sizə. İnşallah növbəti həftə yenə də Mövlamız haqqında verilişimiz olacaq. İzləməyi unutmayın. Allaha əmanət olun. İmam Əli əleyhissalamdan ayrı düşməyəsiz.